Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, Sumqayıt şəhərində də bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunub. Novruz bayramı münasibətilə 1500-dən artıq şəhid ailəsinə, müharibə əlilinə və az təminatlı ailəyə bayram sovqatları verilib. Bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 6 oktyabr 2021-ci il tarixində 569 nömrəli sərəncamı ilə əlaqələndirmə mərkəzi yaradılıb. Əlaqələndirmə mərkəzi şəhid ailələrinin və müharibə əlillərinin bir sıra problemlərinin həll olunmasında mühüm addımlar atır. Tərkibi şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə əlillərindən ibarət olan əlaqələndirmə mərkəzinin nümayəndələri, mütəmadi olaraq şəhid ailələri və müharibə əlillərini evlərində ziyarət edir. Onların problemləri ilə maraqlanıb, həlli istiqamətində bir sıra əhəmiyyətli işlər görür. Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır. Onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur. Xüsusi diqqət göstərilir. Şəmsdən Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.